Axşamınız xeyir olsun. Necəsiz? Yaxşı olasınız. Deməli, baxıram, nə bilim, vallah bilmirəm, sevinim, bilmirəm. Kanat açım, uçum, bilmirəm nə edim. Baxıram ki, sosial şəbəkələrdə düşüblər direktorların üstünə. Bəli, direktorların üstünə düşüblər. Halaldır o müəllimlərə, ifşa edənlərə. Halaldır. Mən bunu bacarmadım. Mən bunu bacarmadım. Bilirsiniz niyə bacarmadım? Çünki mən onlara çox güvəndim. Mən onlara çox güvəndim. Mən onları öz ailəmiz kimi bildim. Bir şəxs ki, mənim evimə girdi, bir şəxs ki, mənim yoldaşımın sinif yoldaşıydı, bir şəxs ki, bizim kətçimiz idi. Əslində biz onların nə mal olduğunu yaxşı bilirik. Bəli. Yaxşı bilirik. Və bunu hamı yaxşı bilir. Amma bilirsiniz niyə dilə gətirmirlər? Çünki qorxurlar. Yeganə bir insan olaraq mən onlarla mübarizə aparıram. Bir deyirlər, iki deyirlər, üç deyirlər. Bəli. Və mən sizə bir şey demək istəyirəm ki, nə səs yazıları varsa, direktorlar sizə qarşı nə edirsə, bunların hamısını ictimailəşdirin, qorxmayın. Çünki artıq iş işdən keçib. Onları bu cür qorxutmaq lazımdır. Qəbirstanlığa çağırıb müəllimi orada döyməklə iş bitmir. Uşaqları döyməklə iş bitmir. Valideynə hədə qorxu gəlməklə işindən olacaqsan deyə müəllimlərə hədə qorxu ilə iş bitmir. Şəxsən mən məhkəməyə müraciət elədim və direktorun səs yazılarının çıxarılmasını tələb etdim. Direktor doğuşan kimi əsməyə başladı ki, mən etiraz edirəm. Bilirsiniz niyə? Çünki o səs yazılarında onun evi başına yıxılacaq. Ona görə o bilir ki, o səs yazılarında onun evi başına yıxılacaq. Heç nə. Əgər o şəxsin bir problemi olmasaydı, o səs yazılarının açılmağına icazə verərdi. Ona görə mən buradan istəyirəm, müraciət edirəm və deyirəm, onsuz da eşidən deyil də, sadəcə deyirəm də, yəni Allah böyük, o qədər bağlı qalan qapılar var ki, onlar açılır. Nə bilim, ümid deyir sonda ölür. Necə ki, bu son zamanlar İmişli hallanır, İmişlinin adı dayanmır, qara siyahıya düşübdür. İnşallah, inşallah təhsili də bax bu cür qara siyahıdan çıxardarlar, ağ günə çıxardarlar. Mən İmişlidə gördüklərimi, 18 ildə İmişlidə baş verənləri, uşaqları başqa məktəblərə satdıqlarını, uşaqların adı var, özü olmadıqlarını sizə dəfələrlə demişəm. Saxta sənədlərlə, saxta diplomlarla, heç bir yerdə adı olmayan, pulla, mal-qara ilə əldə olunan mülk deyim, yəni məktəbdə o adı var, özü yox, onların pullarını mənimsəyən direktorları az görmədik. Bəli, inşallah Allah qoysa, bunların hamısı üzə çıxacaq və mən bilirəm ki, İmişli özü nəzarətdədir. Bəli, bu özü bir işarədir. İnanın ki, səbirsizliklə o günü gözləyirəm. Mən yenə deyirəm, bu dünya müvəqqətidir. Bugün, sabah varıq, yoxuq onu bilmirik. Amma əsas odur ki, niyyətimiz təmiz olsun. Gördüyümüz işlər təmiz olsun. Yoxsa bəziləri kimi axşam yatanda da fikirləşməyim ki, sabah nə edim ki, onun maaşından kəsim cibimə qoyum. Görün, hansı uşağı satım, hansı məktəbə bir sinifi açdırım və mənə də oradan hər ay nə vacib gəlsin. O göy dəftər məsələsi var idi, çoxunuzun yadındadır. Bəlkə o göy dəftər haqqında sizə bir neçə məlumat verim. Heç nədən, əsas odur ki, həyat davam edir, şükür Allah. Yəni, qorxaqlarla mübarizə aparırıq. Bir qəhrəmanların bacıları kimi onu demək istəyirəm ki, inşallah hər şey yaxşı olacaq. İmişlidə qorxaqlar çoxdur, amma cəsurlar azdır.
Cəsurlar da mənim yanımdadır. Davam edin. Düşün məktəb direktorlarının üstünə, düşün təhsilin üstünə, düşün şagirdlərin haqqını kəsənlərin üstünə düşün, müəllimlərin haqqına girənlərin üstünə düşün. Sizin belə mübarizə apardığınızı gördükcə mən sevinirəm. Olmasın elə direktorlarla birlikdə işləmək. Allah onların dərsini verəcək. Səbirli olun. Özünüzdə müğayət olun. Amma Allah demişkən, sən işində ol Günan. Sən qorxma Günan. Sözünü de, yay, paylaş, ictimailəşdir. Çünki məktub yazmaqla heç nə düzəlmir. Məktub yazmaqla, mən də məktublar yazdım. Nə oldu? Amma ictimailəşdirəndə daha yaxşı olur. Özünüzdə müğayət olun.